Salam, sabahınız xeyir olsun. 3 may 2026-cı il tarixli yaz fəslinin 45-ci günü, Zülqədə ayının 16-cı günüdür. May ayının ilk həftəsinin ilk 7-ci bazar günüdür. İstirahət günümüzün sonuncusudur və bu gündə, yəni 3 may günündə kimlər həm istirahəti ilə məşğuldurlar, həm iş arxasında gedib işləri ilə məşğuldurlar, ofislərində, iş yerlərində, bununla yanaşı evlərində işləri ilə məşğuldurlar, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş şəvatlığı, gözəl, xoş, bol bərəkətli, ruzili gün keçirməyimizi arzu edirəm. 3 may günündə kimlər istirahət günü olmasına baxmayaraq təhsili ilə məşğuldurlar, yəni məktəblilərdir, orta ixtisas, ali məktəb tələbələridir və digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehin açıqlığı, yol açıqlığı arzu edirəm. Hər birinə qarşılarına qoyduqları məqsədə, hədəfə çataraq bütün Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 3 may günündə kimlərin rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 3 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı bütün şəhid ailələrini, qazi ailələrini, əskərlərimizi, Azərbaycan ordusunu salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. Canlarının daima sağ olmasını arzulayaraq. Bununla yanaşı 3 may günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edir. Hər birinə can sağlığı arzu edirəm və bütün arzularına çatmalarını arzu edirəm. 3 may günündə də tarixi günlər vardır. 3 may 1494-cü ildə Kolumb Yamaykaya çatdığı gündür. 3 may 1837-ci ildə Afina Universitetinin əsası qoyulduğu gündür. 3 may 1841-ci ildə isə Yeni Zelandiya Britaniyanın koloniyası elan edildiyi gündür. 3 may 1902-ci ildə Amerika Birləşmiş Ştatlarında Pepsi Cola kampaniyasının əsası qoyulduğu gündür. 3 may 1922-ci ildə isə Kanadada yerləşən Prince Edward adasında qadınlara seçki hüququ verildiyi gündür. 3 may 1951-ci ildə isə Britaniya Kralı 6-cı Georg Britaniya Festivalının açılışını etdiyi gündür. 3 may 1993-cü ildə Ümumdünya Mətbuat Azadlığı günü kimi qeyd edilir. Bütün mətbuat işində çalışan insanları təbrik edirəm. Daima azad həqiqətləri yazmalarını arzu edirəm və hər birinə can sağlığı, iş şəvatlığı arzulayırım. Bununla yanaşı isə 3 may 2001-ci ildə George Bush'un həyat yoldaşı 50 ən gözəl qadın siyahısına daxil olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.